Mutizm nədir və necə aradan qaldıra bilərik? Uşağın danışıq qabiliyyətinin olmasına baxmayaraq, danışmaqdan imtina etməsi psixoloji problemdir və bu mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm latın dilində mutus ifadəsindən yaranıb. Bu problem ədəbiyyatda 100 ildən artıqdır ki, fərqli adlarla tanınır. İlk qeydlər 1877-ci ildə Alman həkimi Kussmaul tərəfindən aparılıb. O problemi danışma qüsuru olmamasına rəğmən bəzi insanların müəyyən yerlərdə danışmaması kimi ifadə edib. 1934-cü ildə İsveçrəli uşaq psixiatri Morten Strammer görünən əlamətlərə selektiv və yaxud seçici mutizm adını verənə qədər bu xəstəlikdən adsız bəhs edilib. 1994-cü ildə isə diaqnoz əsasında mutizm üçün kriteriyalar müəyyən edilib. Uşağın müəyyən yaşı keçdikdən sonra o danışmırsa, bu hal ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəyinin olmamasıdır. Mutizmin yaranma səbəbi çoxdur. O, psixoloji amillər, narahatlıq, psixoloji travma, depressiya və ya stres nəticəsində yarana bilər. Bundan əlavə, nevroloji faktorlar, beyin zədələri, nevroloji pozuntular və ya autizm spektri mutizmin yaranmasına təkan verə bilər. Sosial və emosional amillər, sosial narahatlıq, ailə münaqişələri və ya təhsil mühitindəki çətinliklər də bu səbəblərə daxildir. Bu məsələdə genetik faktorları da qeyd etmək lazımdır. Bəzən mutizm irsi ötürülür. Yəni, araşdırma nəticəsində aydın olur ki, ailə üzvlərində bənzər vəziyyət olub. Mutizmin növləri. Mutizmin əsasən iki növü var. Selektiv mutizm və total mutizm. Hər iki növün özünə məxsus xüsusiyyətləri var. Selektiv mutizm şəxsin müəyyən sosial vəziyyətlərdə və ya müəyyən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməsidir. Məsələn, uşaq küçədə şifahi ünsiyyət qurmaq istəmir, ancaq evdə danışır. Bu vəziyyət adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və psixoloji narahatlıqdan qaynaqlanır. Çünki uşaqlar bu dövrdə sosial və dil bacarıqlarını inkişaf etdirirlər. Lakin bu vəziyyət böyüklərdə də mövcud ola bilər. Uşaqlar yalnız müəyyən mühitlərdə və ya müəyyən insanlar içində sukunlaşırlar. Bu sukunluq özlərini güvəndə hiss etdikləri və rahat olduqları yerlərdə davam etmir. Selektiv mutizmli uşaqlar danışdıqları şəxsləri və özlərini ifadə etdikləri yerləri düşünmədən şüursuz seçirlər. Selektiv mutizmin ortaya çıxdığı yaş aralığının iki hissəyə bölmək olar. 3-4 yaş aralarında problem özünü göstərirsə, erkən selektiv mutizm adlanır. 5 yaşından etibarən yaranmağa başlayıbsa, gec və ya məktəb mutizmi adlanır. Selektiv mutizmi olan uşaqlar ailə mühitində və özünü güvəndə hiss etdiyi ictimai yerlərdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosial mühitlərdə danışmır. Uşağın susqunluğu onun təhsilinə və ictimai münasibətlərinə mənfi təsir göstərir. Belə uşaqlar qarşıdakının gözünə baxmağa çətinlik çəkir və aqressiv, tərs, isterik, utancaq təsiri bağışlayırlar. Total mutizm isə şəxsin heç bir şəkildə danışmaması halıdır. Bu, çox ciddi psixoloji və nevroloji problemlərin nəticəsində yaranır. Total mutizm olan insanlar heç bir sosial vəziyyətdə danışmır, hətta ən yaxın adamları ilə belə əlaqə, ünsiyyət qurmurlar. Selektiv mutizm və autizm. Autizm hər bir şəxsin sosial əlaqələr qurmağı və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkməsi ilə bağlıdır və spektr pozuntusudur.
Autizmli uşaqlar bəzən mutizmə meyilli olurlar. Amma autizm və mutizm iki ayrı-ayrı xəstəlikdir. Mutizm yalnız danışmama vəziyyəti ilə bağlıdır. Autizm isə daha geniş sosial və davranış pozuntusudur. Davam etmə müddətinə görə mutizm iki yerə bölünür. Seçici və davamlı mutizm. Seçici mutizm 5 yaşından kiçik uşaqlarda müşahidə olunur. Sadəcə bir mühitdə danışmırlar. Problemin başlanğıcı 6 aydan çox olunur. Susma davranışı davamlı deyil. Uşaq zaman-zaman danışmaz və birdən söhbətə qarışar. Davamlı mutizm xüsusiyyətləri isə fərqlidir. Mutizm 6 aydan çox davam edir. Uşaq adətən 5 yaşından böyük olur. Susma davranışı daimidir və bir çox mühitdə susur. Uşaqlar arasında mutizm necə təyin olunur və onlarla necə davranmaq lazımdır? Uşağın sosial münasibətlərini və məktəbdəki, evdəki davranışlarını qiymətləndirən mütəxəssislər bu vəziyyəti müəyyən edirlər. Mutizm psixoloji əsaslı bir vəziyyətdir. Şəxsin fiziki sağlamlığı yaxşı olsa da, psixoloji və sosial səbəblərdən danışmaqdan imtina edə bilər. Mutizm sosial əlaqələri çətinləşdirir. Şəxslər yaxınları ilə normal ünsiyyət qura bilmədikdə tənhalıq, narahatlıq və ya sosial izolyasiya yaşayırlar. Bu onların sosial həyatındakı çətinlikləri artırır. Mutizmli uşaqlara sosial vəziyyətlərdə dəstək olmaq üçün onlara təzyiq göstərilməməlidir. Addım-addım uşaqların sosial vəziyyətlərə adaptasiya olması üçün səy göstərmək lazımdır. Sosial dəstək olaraq, sosial mühitdə sıxıntı çəkən uşaqlarla qrup işlərinin həyata keçirilməsi, məşğələlərinin sayının artırılması uşağın sosial mühitə adaptasiya olmasına şərait yaradır. Yetişkinlərdə mutizmin bir neçə növü və yaranma səbəbləri vardır. Daha çox rast gəlinən mutizm formaları psixoloji səbəblərdən olur. Bu adətən travmatik bir hadisə və ya uzunmüddətli stres nəticəsində inkişaf edir. Psixoloji mutizm adətən şiddətli narahatlıq, depressiya və ya posttravmatik stres pozuntusu ilə əlaqəlidir. İnsan stres halında danışmağa çətinlik çəkir. Psixoloji mutizm xəstənin öz iradəsi ilə deyil, bədənin və ağlının qorunma məqsədi ilə ortaya çıxır. Bu səbəblərə uşaqlıq dövründə yaşanmış travmalar, təcavüz, zorakılıq, ailə problemləri, həyatdakı güclü stres və ya ailə üzvlərinin itirilməsi, qəza, təbii fəlakət və s. bağlıdır. Nevroloji mutizm afaziya, beyindəki zədələrdən qaynaqlanan bir vəziyyətdir. Beynin danışma və dil ilə əlaqəli sahələrinin zədələnməsi, insult, beyin travması ya da beyin şişləri insanın danışma qabiliyyətinə təsir edə bilər. Bəzən xəstələr sadəcə danışmağı dayandırır ya da heç danışmırlar. Səbəblərə Parkinson və ya başqa nevroloji xəstəliklər daxildir. Mutizmin müalicəsi hansı üsulla aparıla bilər? Bunlar haqqında danışaq. Mutizmin müalicəsinə əsasən kognitiv behavioral terapiya daxildir ki, bu da uşaqlara sosial vəziyyətlərdə danışmağa təşviq edən bir müalicə üsuludur. Davranış terapiyası zamanı uşaqların düzgün olan hərəkətləri mükafatlandırılmaqla onlara danışmaq öyrədilir. Sosial bacarıq təlimi uşaqların sosial vəziyyətlərdə özünə inamlı şəkildə iştirak etməsini təmin edəcək bacarıqlar inkişaf etdirilir. Müalicə uşağın özünü rahat hiss edəcəyi mühitdə başlayır və tədricən sosial vəziyyətlərdə danışmağa həvəsləndirilir. Selektiv mutizm bəzi hallarda müdaxiləsiz sağala bilsə də, diaqnoz qoyulduqdan sonra müalicə başlanması məsləhətdir. Uşağın yaşı artdıqca bu problemi müalicə etmək də çətinləşir. Selektiv mutizmli uşaqlar müalicə olunmayanda təhsilləri və sosial münasibətləri ciddi zərər görür. Terapiya qrup işi şəklində aparılır. Uşaq psixoloqları ilə yanaşı müəllimlər, loqopedlər və ailə fərdləri də bu prosesdə iştirak edirlər. Dərman dəstəyi və psixoterapiya üsulları birlikdə istifadə olunur.
Uşaq nə qədər kiçikdirsə və məktəbdə danışmadığı müddət nə qədər azdırsa, müalicə bir o qədər müsbət olur. Psixoloq ilk növbədə valideynlərlə ətraflı danışmalıdır. Nə vaxtdan bu halın yarandığını dəqiqləşdirib əlavə problemlər araşdırılmalıdır. Belə uşaqlara mütləq kollektiv mühit lazımdır. Evdə uşağın sosial və danışma bacarıqlarını inkişaf etdirmək üçün təhlükəsiz və dəstəkləyici bir mühit yaradılmalıdır. Uşağın özünü rahat hiss etməsi üçün onunla gündəlik həyat fəaliyyətlərinə daxil olmaq, oyun oynamaq və daha çox sosial vəziyyətlərdə iştirak etməsini təşviq etmək faydalıdır. Mutizmli şəxslərin gündəlik həyatlarını asanlaşdırmaq üçün onlara sosial bacarıqlarını inkişaf etdirməyə kömək edən fəaliyyətlər təklif etmək lazımdır. Eyni zamanda stresli vəziyyətlərdən uzaq durmaq və rahat mühit daha çox vaxt keçirmək tövsiyə olunur. Valideynlər və müəllimlər üçün tövsiyələr. Bu problemi yaşayan uşaqların valideynlərinə tövsiyələr haqqında onu deyə bilərik ki, valideynlər öncə uşağa sevgi və dəstək göstərsin. Onların özlərini təhlükəsiz hiss etməsinə şərait yaratmaq, təzyiq göstərmək əvəzinə onun hisslərini başa düşmək lazımdır. Uşağın sosial əlaqələr qurması üçün sadə və təbii mühitlərdə sosial fəaliyyətlər təşkil etmək maraqlıdır. Əvvəlcə evdəki kiçik qruplarla başlamaq, sonra daha böyük sosial mühitlərə keçid etmək məsləhətdir. Davranış və ünsiyyət üçün mühit hazırlayın. Uşağınızın hansısa bir müsbət davranışını danışmağa cəhd etməsini mükafatlandırın. Onun danışmağa başlaması zamanla baş verə biləcək bir prosesdir. Sinif və məktəb müəllimləri ilə əməkdaşlıq edin. Göstərilən dəstək sayəsində uşağın mutizmlə bağlı olan problemi aradan qalxır.